Quranda iki bir-birinə zidd ayə var. Məsələn, bir ayədə deyilir ki, biz peyğəmbərlər arasında fərq qoymuruq. Digər bir ayədə deyilir ki, biz peyğəmbərlərin bir qismini digər qisminə üstün etdik. Quranda o ayət ki, Bəqərə surəsinin son ayətlərində keçir. Yəni biz Allahdan gələnə iman etdik, kitablarına, mələklərinə və peyğəmbərlər arasında fərq qoymadıq. Yəni bir möminin nəzərində iman etməkdə fərq yoxdur. Bu kəlmənin elə bir Allah möminlərin deməsi üçün. Ki, yəni mömin imanın nöqteyi nəzərindən bir fərq qoymamalıdır. Qoymur da. Xristianlar fərq qoyur. Fərq qoyur. Və ya da İsa'ya dedilər, axı o deyil, yalan çıxartdılar da məsələn yəhudilər. Müsəlman üçün heç bir peyğəmbərin fərqi yoxdur. İman nöqtəsində məsələn bir kod yazılıb deyək, elə deyilmi? Sən bir kodun yerinə bir dənə xəta olanda ümumi o kod işləmir. 124 min peyğəmbərdən birinə iman eləməsən, avtomatik peyğəmbərlərə iman rükünü düşür. Amma peyğəmbərləri bir-birindən üstün edir. Əlbəttə vəzifə olaraq, rütbə olaraq, ağır imtahan olaraq üstün qıla bilər. Niyə qılmır? Məsələn, Musa peyğəmbərə verilən imtahanla başqa bir peyğəmbərə verilən eyni deyil axı. Məsələn, sən Eyyub peyğəmbərin yaşadığı sıxıntı ilə Süleyman əleyhissalamın yaşadığı sıxıntı eyni deyil axı. Bir-birinə üstünlük, qabiliyyət nöqtəsində, imtahanın ağırlığı nöqtəsində, bir də gətirdiyi xitabın ölçüsü nisbətində. Məsələn, sən bir xalqa gəlirsən, adam məsələn qəbilədir. Məsələn 5000 adam var. Bir də var ki, ya eyyuhənnəs deyirsən, bütün insanlığa Quran kimi xitab edirsən və bütün şeyin dəyişdi, axı nətər üstün deyil. Yəni xitabın ölçüsünə görə də, kütləyə görə də şey dəyişir də. Yəni bu əlbəttə ki, üstünlük var, amma bu zidd deyil yəni. Bu əslində zidd deyil. Biri şəxsiyyət etibarı, qabiliyyət etibarı, imtahanın ağırlığı, təbliğinin genişliyinə görədir. Bir digərində də iman nöqtəsində möminlər üçün heç bir fərq yoxdur. Hamısı bizim peyğəmbərimiz.